Görək qatıq necədir. Tutub. Açmamışam necə. Aha, deyəsən tutub. Bizdə də burada xantavirus var. Gözlə qızım. Aa, tutub. Ne qəşəng. Belə kaldırsan görsən ki, yox, bəlkədir. Deməli, tutub. Biraz qalsın burada, sonra qayacam hala delikə. Yeməkdən o hazırladığım qatığı üzün yığmışam da, qəti şəkildə burada qatıq yox. İsti tural təndir çörəyi alıb, belə peçenyelər də alıb. Düşdü. Bir ləzzətli də alam. Uşaqlığımı xatırladım. Bugün çox gözəl hava var. Bugün ziyarətgaha gedəcəyik. Minnosmağan ziyarətgahına. Gəldimizdən. Yeməğimi yiyim, çıxıram. Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün vlogu birbaşa hadisə yerinə, yəni taksidən başlayıram. Yanımda gəlinimizdir, anası və uşaqlardır. Səhər tezdən hazırlığımızı görüb tez çıxdıq. Çünki bugün çox önəmli bir ziyarətə gedirik. Əslində bunu planlamamışdıq. Gecə mənə zəng edib ki, səhər bəlkə gedək, qurbanım var, onu kəsdirək. Mən metro ziyarətgaha getmək istəyirdim neçə vaxtda, ancaq qismət olmurdu. Gəlinimizin də təklifi mənə göydən düşmə oldu. Əslində səhər tezdən çıxmalıydıq, ancaq mən çatdırmadım. Saat 10 idi, yuxudan durdum. Sonra yemək falan yedik, səhər yeməyini 11-də bitirdim. Hazırlaşıb çıxana kimi artıq mən 12 falan idi. Onlara çatdım. Oradan da çatan kimi tez taksi sifariş verdik. Yola düşdük. Bu mənim qardaşımın balaca qızıdır, adı Ayladır. Bütün uşaqları düzdür, hamısını çox istəyirəm. Hamısı mənim qanımdır, canımdılar. Ancaq Ayla balacadır deyə onu çox fərqli çox istəyirəm. O mənim üçün başqadır. Xoşbəxtlikdən taksi şoförü bir dayı idi, cavan bir adam değildi. Nə idi ki, narahat adam değildi. Yəni bu qədər uşaqla heç bir problem, narazılıq eləmədi və rahat şəkildə getdik, çatdıq. Hətta dedi ki, ziyarətgaha getdiyinizə görə sifarişi götürdüm. Mən də orada dua edəcəm, namaz qılacağam. Sağ olsun gəlinimiz bu şeylərdə çox aktivdir. Və taksi şoföründən razılaşdı ki, siz namaz qılana qədər biz işimizi bitirəcəyik. Siz də bizi gözləyin. Elə biz o pulun 2 qatını sizə verək. Bizə təzə sifariş verməyək. Razılaşdı, sağ olsun. Burada uşaqlar təyyarənin aşağıdan getdiyini görüb baxıb qışqırırdılar. Artıq gəlib çatmışıq Mir Möhsümağan ziyarətgahındayıq. Qurbanlıq qoyunu seçdilər. Yaxşıdır ki, belə yer ayırıblar. Əslində mən heç belə bir yer olduğunu bilmirdim. Qiymətləri də üstündədir. İstənilən qiyməti qoyun almaq olar. Qoyunu seçdilər, özləri kəsirlər, hazırlayırlar, doğrayıb verirlər. Bizi getdik ziyarətə. Mən neçə ildir ki, Mir Möhsümağanın ziyarətgahına gəlmirəm. Sonuncu dəfə mamam rəhmətə gedən il gəlmişdi. Ondan bir həftə sonra isə mamam vəziyyəti pisləşmişdi. Çox adamın bu ziyarətgaha inamı yoxdur. Ancaq mən bura gələndə özümü çox yaxşı hiss edirəm. Mənə bir fərahlıq gəlir ki, mən bir bura gələndə özümü çox huzurlu, dualarımın qəbul olacağını hiss edirəm. Bir də Beyləqandakı peyğəmbərə inşallah yaxın vaxtlarda gedim. Məsələn, mənim özümdə qurbanlarım var. Rahim doğulanda qurbanlar demişdim. Onların heç birini kəsdirməmişəm. Hamısı qalıb. İnşallah ki, bu ya qismət olar. Əvvəlcədən onu deyim ki, mən belə ziyarətgahlara gedəndə heç vaxt arzumu, məsəl üçün bura getmişəmsə demərəm ki, Mir Möhsümağa bədim filan arzumu yerinə yetir deyə belə bir dua eləmərəm. Ancaq Allahdan istəyirəm təbii ki, sadəcə olaraq bu bir ziyarətgahdır. Burada namaz qılıb dua etmək kimi qəbul edirəm. Yəni mənim düşüncəm belədir, amma çox adam bilirəm ki, qəbul eləmir. Hərənin öz şəxsi fikri var, hamının fikrinə hörmətlə yanaşıram. Necə ki, bu namaz məsələsində, laq söhbətində bir başı çıxsa da, çıxmasa da həmişə çalışır fikir bildirəm. Mən bu şeylərdən heç razı deyiləm. Hətta mənim yadımdadır ki, biz məktəbdə oxuyan vaxtı uşaq idik, 6, 7, 8-ci siniflərdə oxuyurduq. Biz bacımla istəyirdik oruç tutmağa. Bizə deyirdilər ki, ağız suyunu udmaq olmaz, yəni tüpürcəyi udmaq olmaz. Deyirdilər ki, oruç pozulur. Görün nə qədər cahilcə fikir var idi. Qeyri-mümkün olduğuna görə biz orucumuzu tutmamışdıq, saxlamışdıq. İndi isə baxırıq ki, elə bir şey yoxdur. Yəni xurafətdir. Çıxdım artıq, gedirəm evə. Gəlin uşaqlar. Arxadadır bunlar. Getdik Mir Möhsümağan ziyarətgahına. Qurban var idi, onu da kəsdik. Gəldik evə, yedik, içdik. Sizə dedim, çox gecəyə qalmayayım. Uşaqlarla sabahda toydayım. Ona görə gedim evə. Gedim sabah yeməyə hazırlayalım. Yemək pişirəcəm. Siz ciğer necə pişirirsiniz? Mən bunu qaynadacağım. Sonra soğan qovuracağım. Sonra bunu soğanla qovuracağım.
bir şey yiyeceğim. Sonra bir 3-4 tane kartof yiyeceğim. Onu da yedebilirim, yedebilirim ama kartofla olan da yaxşı olur. Farklı olur da. Nilay bunu doğrayanda görmədi. Artıq qaynadandan sonra görmüşdü. Dedi ki, ətdir. Ətinə kartof verirsən? Mən də yalandan hə dedim. Sonra bişirəndən sonra yedi. Sonra nəsə dad hiss elədi nədirsə. Biraz yeyəndən sonra dedi ki, yox, nəsə xoşuma gəlmədi bu ət. Mən də etiraf elədim ki, bu ət deyil, qaraciyərdir. Xeyirli olduğuna görə istədim ki, yeyəsən. Ona görə ət dedim. Sonra düşündüm ki, başqa vaxt ət bişirəndə yeməyəcək, deyəcək ki, yox, dad gəlir, istəmirəm. Ona görə bildirdim. Əslində mən toya getməli idim bugün. Sadəcə olaraq ziyarətgahdan dünən gələndən sonra məndə qəribə baş ağrısı oldu. Günün istisində getdik nə idisə, həm də ki, keçən dəfə toydan sonra narahatlığım var, hələ də keçməyib. Gəldim evə dərman içdim axşam, yatdım, səhərə kimi boğazım ağrıyıbdı. Səhərdə durdum ki, biraz sümüklərim ağrıyır, qızdırma havası var. Nə qədər eləsəm də gördüm ki, yox, özümü yaxşı hiss eləmirəm. Sonra bibimgilə dedim ki, mən gedə bilməyəcəm, qrip kimi olmuşam. Ona görə də mən toya getmədim. Mislər qalsın, bu da qalsın. Bu qədər. Mən başladım bunu, gördüyümüzdə qaynadı. Qab yuyurdum, gördüm kefi yığılıb. Mən gəlib bunu kefini götürənə qədər yapışdım qırağıma. Bunu qəşəng dadlı olmaq üçün əvvəllər sevmirdim. Qaraciyər. Deyirəm ki, insan yaşı keçdikcə ağız dadı da dəyişir. Amma bunu mən də sizcə xoşlayıram. Çoxlu qovrulursan da, çoxlu qaraciyəri qovrulanda, yağda, soğanla, yağda qovrulanda dadlı olur. Yəni, öncə qaynatmaq lazımdır. Yumuşaq olmağına baxın, suya düşəndə bəlkir. Dereyi yiyeceğim. Tam hiç bunu bulursanız da bunu yiyeceğim, hazırlayacağım. Ama çoklu kavurursan bir güzel tadı. Yok ki beleydi. Mamam bir pişirirdi yadımda da. Biraz daha saksı fırında yayıldı. Önceki yapıyorsun sanki. Her şeye sanki. Çoklu olursa sonra aşağıda kartof koyacağım. Açırıq. Kokusu çok teşekkür. Sıral kargıdal alıp ben de böldüm. Böyle attım kazana pişsin. Yine sezonu geldi. Nilay aldırım. Pişti. Yani
Cəd çoxlu qaynatmışam. Bilmirəm, qarıqdala pişəndə nə ilə bilinir. Onu da bilmirəm. Qopardıb baxıram. Buz atmışam, nə var? Okey, nичего. Oh my god. Suyun içine de qıranda dənələri. Все. Belə, bu da bizim qarıqdalı. İlk dəfə də yedik. Bar edirik. Dərman içib uzanmışam, biraz dincəlirəm, özümə gəlməyə çalışıram. Sizdən bir istəyim olacaq. Əgər kanalıma abunə deyilsinizsə, mütləq kanalıma abunə olun. Vloglarımı yaxınlarınızla paylaşın. Mənə dəstək olmağı unutmayın. Bizim gün batılmaz. Vlogumu burada yekunlaşdırıram. Növbəti vloglarda görüşərik.